M Group Production təqdim edir. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Hamı yaxşıdır. Məndən hamıya salam dinən. Hamıya çoxlu qucaq dolusu salam dinən. Öpürəm. Öpürəm. Yoldaşın necədir? Yoldaşın yaxşıdır? Mənim əvəzimdən uşaqları öpərsən, yoldaşını öpərsən. Necə? Başa düşmədim. Hala bir dəqiqə deyən, hala mən o cürünü öpmək demədim, yəni belə bazımız olsun, mən bir qulaq as da, qışqıra danışmayın məndən. Bir dəqiqə deyən, lap belə deyirəm, sonra, lap böyüyün, lap böyüyün, ən böyüyün, XL-ni, davay, üçdün, Sən dəxlisiz adamlarla mən nervlərim, oynayırların nervlərimlə. Kimi görər. Ay, salam verir ki, nətərsən? Sağ ol, sən nətərsən? Sağ ol. Sən nətərsən? Sağ ol, yaxşıyam. Gəl, keç, ürəyin nə istəyir, gəl. Təzəkçisi götürmüsən, Gəl. Deyil, səçlər özədir. Oldar Kassoy. Bax. Nə lazım idi? Dinən mənə sən seçim. Də özü baxıram. Material, yəni materiala söhbət yoxdur ya. Girmə içinə, şalvarın. Yox, söhbət yoxdur. Uzaqda, yaxında gözü bağır, baxa biləm ki. Bana bax. Bana bax. Gör sənə deyirəm, sizdə arvad paltarı var və arvad paltarı. Gəl mən sənə şey deyim. Qulaq as. Nə istəyirsən, nə model istəyirsən, nə ürək istəyir? Arvad paltarı. Arvad paltarı. Mənə bax. Yaman dolmuşsun ha şəhərə ya. Sən də onlardansan. Ay sənə xadakar. Dolaşa gedirsən ha. Günün orta çağı sizin əlinizə çıxmaq olur şəhərə. Yox, Allah eləməsin də rəşsə. Ayıbdır səhətçilər, yox. Ayıbdır səhətçi, yox, sənə canın üçün, yox. Ana, şey üçün istəyirəm də, arvadım üçün, arvad. Arvadın üçün istəyirəm? Arvad üçün istəyirəm. Bugün ola... Arvad anı? Arvad öydə. Bax, indi necə eləyəcək bəs? Yaxşı, arvad... Bu yol ad günüdür, bu günləri. Bu gün ayrıtəsidir. Bu gün ayın elə bir ki, ortasıdır da. Ayın ortasında onun ad gün olur. İstəyirəm alam ona sürpriz eləyəm arvada. Yaxşı, arvada sürpriz eləyəcəksən sən. Mən indi onu kim geyinəcək? Kim geyinib baxacaq? Kimin əynində ölçəcəksən? Mənim? Paltarı mən giyinəcəm də, Mənim arvadım. Mənim arvadım belə mənim razmerimdədir. Toçlu mənim razmerimdədir, Bəzi şeylər var ki, onu sənin üstündə mən necə eləyim? Yəni bu... Şeydə bu... Sinəsi necə olacaq bunun? Yəni sən sinün kimidir, düz? Sənə düymə lazım, sinəsi necədir? Əbdi sənə üçün sinəsi necədir? Sən paltarımı ver, mən geyinib də. Yaxşı da, qardaş, yəni elə demək istəmədim. Sən nə olub o qardaş? Yəni mən o cür demək istəmədim. Hani bilək də, nə paltarı verək də. Sən paltarımı ver, mən geyinib. Hər paltarım olmayacaq bu sənə, bu sinəsinə bax. Düz olmayacaq. Ya, baxım olub da. Sən baxışım bir dənə məsləhətli paltarı. Mən sənə onda gəl bir dənə özüm, yəni bildiyim kimi geyindirim. Ondan sonra indi baxarsan güzgüdə bəyənsin, sonra şey eləyərik, qoşarıq. Gəl, seçək. Gəl, mən sənə bir dənə paltar seçim. Vay, fıstıq. Super. Can bax, sən mənim canım necədir? Çox gözəl. Sən qardaş. Çox gözəl. Heç yoldaşına belə yaraşmayacaq, ona yaraşdır. Qardaş canı deyirəm, mənə qulaq gör, mən sənə nə deyirəm. Bu geyim sənə o qədər yaraşdı ki, səni o qədər tutdu ki, özüm ölüm bunu arvadıma vermə. Bax, qardaş canı deyirəm. Ay ki, mən sənə söz deyirəm da. Bunu sən bir dənə geyin. Bu da bir dənə geyin. Ya yoldaşa verəcəksən, şəxsi işindir də. Amma bir dənə sənə söz deyim. Geyinib çıxırsan çölə.
Canın üçün milyonların gözü səndə olar ha. Bax indi də elə sənə məsləhət görürəm. Elə bu paltar qalsın əynində. Hə. Çıx qardaş elə get evə belə. Hə. Bu paltarla. Hə. Yəni yoxla da, əgər mənə inanmırsansa bir dənə yoxla. İndi evə gedəndə qardaş, evə çatana qədər Hə. gördün ki, bütün diqqət küçədə sənədir hamısı. Hə. Bir kere arvadımın ad günündə də hamının diqqəti arvadında olacaq. Bütün kişilərin diqqəti arvadında olacaq. Yəni bəy, yəni bir yaxşı mənada da, yəni bax bütün. Qız belə ayıb deyə, biraz yaxşı deyir. Qonşular zad var, ayıb daxı belə. Sən məmsən. Ala səni yeməyəcəklər ki, bu Canımsın. Bunu Bunu yedə. qurtarıb Qoy bir daha çarpaq görədir. Deyər elə bilərlər dəhlizə dolmuşam. Belə biraz. Ha, sən cansın, ala sən bir dənə get bunu yolda bax da. Qavda Sən desən. bir dənə çıx söylə. Köynəyimi götürüb Ha, bax. bir dənə gəl çölə çıx. Sən başla gör, sən başla. Oldu yaxşı görsən. Sağ ol. Bığ amma yanaşmır sənə, bığ saxlama. Yanaşmır, sən bığ yanaşmır. Bığ saxla. Yine çıx. Gəl, getdi və sağ ol, qoş, sağ ol. Davay, öpürəm səni. Ha. Gəl, görsən, Halal olsun, al benim halal. qanun var da, amma beləsinə sırıysan gedir. Başa qardaş. Aç, ha bana. Bunu sen satmışsın arabada. 67 yaşında arabada mini yufkanı satmışsan ki. Ay hala bu cür napaldırları hara gizledirsən? Ha? Ha qardaş mən heç ona 68 yaş vermirəm. O bayaq gələn xala, ona patolog 27 yaş mən güclə. 27? İndi o 27 yaşında arabadın nəvələri gələr. Ay Nail! Ay Zahir! Ay gəlin tutsun sana bu şəkilini. Köp! Benimle konuşma hala ya. Ne benden kaba gözü atırsa içeriye. Hani bir dakika diyor ne? Adam sen başıma dönün balarsa. Sen ölenlerden gör. Sana on verin balavın canını. İmkan ver bana. Koy ben gözüm gedim oğlumun elçiliğini eleyim. Söhbət güdarsın geçsin. İmkan ver bana. Ay ben ne inirəm ki? Ben ne koyarım ki bana? Sol içi oturan yerlik çıkıp gedim sana. Sen cemaat eşit diye de sesimiz. Yani benim ağzım açıkta burada. Ha? Ne inəmişim. Gələ senden ne inəmişsin hamısını dedim. Geçen de ona da girmişsən içeriye. Adlara zürdez varmışsan. Düşmüşsən. Hamamı axtarırsan, üzüyü qırxmağa. Girmişsən unitasın için, tük için deyirəmsən. Bir aborçilik hələ orada da qoymuşsan, çıxmışsan bayra. Lazım idi o sana ha? Hı? Sen gördün ki senden 5 dəqiqə qabaq mən girdim kimdim, onun xoşuna gəlmədi də. Dedim, nə işiniz var, evinizdə görəcəm. Ne dedin diyor? Hələ söhbətin gəlmişəm, şirin momentinə çatmışam. Onun dalında da qaydısanı kişimdən. Mən at töktüm orada, at töktüm. Bak, xıdıq asam, at töktüm. Orada qaydıp kişiyə deyirsən ki, ağzı aç görüm sənin ağzında karyes var. Sen onun ağzının içine nə işin var ha? Onun ağzının içinde ne var sana daxli var o? Var dinən da. Dedim dişleri O çıkıyor. da ağzını açtı gördün ne açtı? Sana dayı sülədi koydu seni orada. Bu imkan ver bana, ben özüm girim sen canım. Sen balaların canı işimi gör da. Ha, gir yaxşı gir. Sen benim canım yani üzümü pis kırkmıştım onda ha? Mezi bokta sakladın ki. gör. Bak, bu elin qapısı başlayın. Bak sana deyirəm, öz bu adam balası kimi var. Sen glazoku tut, ben de qapını döyüm. Ha? Gel tutun. Hadi. Görənə, bizi görənə qapını açmayın. Efendim yüksel, efendim yüksel, efendim. Yaxşı tut, görsəm deyək. Gülü tutun, gülü tutun, gülü. Gül, efendim. Gülük olsun sifətində. Açır. Səsi çağır. Neçə? 12. 12. Var. 536 lotereya oyununun 309. tirajı geçirilir. 108.331 variantı iştirak edir. Tirajın yürüyüş fondunun məbləği 14.000 manat, jackpotun məbləği 39.400 manatdır. Oyunda bir variantda 5, 4 və 3 Salam aleyküm. gələn biletlər. Salam aleyküm, ne dersiniz? Hoşu dayı. Kendisi ahvalını Salam aleyküm. Salam Qoçu dayı. Gəmlənir. Hoş gelmişsiniz. Birinci Hoş gelmişsiniz. Sefa getirmişsiniz. bilet qalib gəlir. Bir balaca 5 gedişə hər hansı bilet öfkə istiqamətdə olan 6 sıradan birini tamamı doldurarsa, 15, həmin bak, bilet əlavə Kendisi olaraq 15 bir neçə bilet qalib gələrsə, 10.000 manat puldan biletlər arasında bölünəcək. Yüngüldür yani ağır diyor. Sizdə 2 nömrə Ayağımız ilk 5 şartdan inansa hiç yoklamamışıq ki. Yoklamamışıq. Yoklamamışıq, yox. Bilet sevinç problem lövhəsi yoktur. üzrə Ama ayağımız sayılır.
düşerli olsa Birinci siz gözleyen çaldınız. biletlere pul mükafatı verilir. Ne bileyim. Koçu dayı birden dışarı olmasa ayağımız. 5000 manat Dışarı olmasa kazandı. kişinin Ve sözü bir olur. bugün 110.248 nömrəli biletiniz Ay Koçu dayı, avtomobil ne olsun. Biletin şakalar arasında harikası olan değil, altı rəqəmlər kaşın değil, birinci ağzınıza sırada alınmadan layık. Çok sağ ol. 80 Dört dedik gelende ikisini yedim. 861 olan biletlerin hər biri. Şak oldu benden ya. Son. 42 yoktu 42 yoktu. Ay Koçu dayı. Neçə vaxtdır ki sizin bu qapıya gəlirik, gedirik, bu xeyir işlə bağlı. Bir dəfə gəlib bu söhbətin nöqtəsini vurə bilmirik ki, bu kançıqaya çıxa bilmirik ki. Sizin də canınız rahat olsun, bizim də canımız rahat olsun. 67 Canım- yoktu. 67 yok. Canım üçün mən xəcala çəkirəm bura o qədər gəlib getməkdən. Deyirəm bu işi bir dənə tamamlasaydıq, sizin də canınız rahat olardı, mənim də canım rahat olardı. Açığı elə biz də demək olar ki, latariya kimi bir şey oynuyoruz. Lato kimi, lato kimi. Sizin qızınızı bu dəqiqə alma. Canım üçün elə şey olub ki, yəni latariyada 200.000 pül ütməklə bərabər bir şey deyil. 12 12 Deyirəm bir dənə təbro versəydiniz bizə. 12. Təbro versəydiniz. Deyərdim oğluma, oğlum da jackpot'u partladardı. Hamımız sevilərdik bu xeyir işdə. Fərərdi. Bana bak bayağıdan siz gelene kadar ne kadar daş dedi hamısı çıkmış. Ama siz gelenden sonra bir tane daş olsun çıksın orada. Diye sen 13. 13 yoktu. 25 yoktu. 25 yoktu. Koçu dayı. Koçuna bakın belki orada var. Arkasına, hayır ne arkasına, arkasında bir şey olur onun. Bana bak halsızsa Bu tirajda ayağa 10.000 kalkın. manat Ana kazandı. baktı. Bunun. Koçu dayı bunun ayağı bir ağır değil, bir ağır değil. Gel göresen koçu dayı. Danışacak koçu dayı, maraqlı değil. Koçu dayı bir demek bölüşmüşü futbol oynuyor. İki komandayı. Ben de kopide var atarım. Otanıram buradan çıkartıram, atanıram oradan çıkartıram. Topa neten koyduysa değdi karnıma, 3 gün karnım gitti. Tesadüfen karnımı tutmuşum. Yok. İki rəqəmli Komanda ya gözləyir. işte sakarım. Başım. 83. Ay yo. Bela alınmır. 100% hansızınsa ayağa kırdı. Bir tane olsun daşkın. Kaç yıldır senden. Bir de çık balkonda tava ol. Birinci mərhələ davam edir. Kendime söhbət verin sonra şeylerden. Peki 2 dakika oturmak çıktı da taş değil. Ay ay Başı, yani ay. başı. Temiz hava al. Başı. Gelersin. Başı. Ben mesele etmeyeyim. Ay gözde balkonda orada. Kırk. Ha? Koçu dayı. 40. 40. Yine bunu halleleyek de ay koçu dayı. Hay anne hallelemek ya sizin meselen hallelemeyi Beş biletin lazım. her biri Gerçekten bu 400 mesele. Bu manat meselenin tuttu. hallelemeyi lazımdı. 40. Mərhələyə başlayırıq. İkinci 41 ne olur 41. Şöyle çıktım. Ya. Koçu dayı onu sonra oynayarsın. Sen Ay oynayacaksın. yok dayan şey o mesele. Başta helal kapın olsun. başlayamadı. Esas mesele bu mesele. Xahiş edirəm senden. Çok xahiş edirəm. Gələcək bir qohum kimi. İndi onlar bir də qorxmalar. Bir də zəhmət olur ki balkonda dayan. Xahiş edirəm balkonda dayan. Çok xahiş edirəm Koçu dayı bir balkonda. tane bir çıkıp giderdi ya koçu dayı. Adan yok. Adan yok. Ben özüm maşın tutacağım, yola salacağım seni. Hələlik bir də balkona çık, balkona çık. Ben tez bazar diye. Yok, tez mazar olacak. Hele 5 dakika her şey hallolacak. Hallolacak. Arvat git balkonu bakla bırakmalar içeri. Bırakmalar içeri. Balkonu kaptırıp gelmesinler içeri. 21 var, 21. Değil, var. 33. Yes, 33. İkinci 60. lotereya 2. Var. 62 var. 77. Var 77. Bir daha 63. Ne olur bir daha. Uduşa düşmüş bilet oyunu da 63. Koçu dayı sen başı öderim. Yarım saatten sonra avtobüs çıkıp yedim. Ben koç çıkıp yedim. Bir tane 5 dakika sohbet edeyim. Sizden xahiş edirəm. Xahiş edirəm, bir dənə 63 qalım. Qurbanım sizə. Bir də babamın zəhmət. Yox, Hayır gidiyor. Bir də Getməliyik. Hayır gidin. Ay koçu dayı bir tane hardan yok da değil. Hayır ben git. Olmadı ki her olmadı. Git.
Get hele get. 63 kalır. Kaç git. Ayar bak yola sal. Yola sal hürmetle yola sal Allah. Hemen 63 63 63 68 ayağa hırt. Hırt. 68 yok 63. Ve bugün geçirdiği Bağışladım. 5-36 Çok. loteria oyununun Muah. 3. Arvat. 4. çekilişinde Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Mehdi, mən səni sevirəm. Sənin dərdindən dəli divanəyəm. Can, Sənsiz mən yaşaya bilmərəm. Mən də səni sevirəm, ürəyim mənim, böyrəyim mənim. Mehdi, mən səni öpmək istəyirəm. Az yavaş de, ne yavaş yavaş. Yanaqarsan sən ürəyim. Sən məni öpsün, sonra mən zibilə düşürəm. Kesin dəvədə məni öpdün. Bax getdim evə, arvad başladı məndən qırğın eləməyə. Dedi sən kim öpüb? Mən də qaldım bilmədim nə deyim, nə deməyim. Dedim ki mən Fərəməz öpüb. O gündən Fərəməzə bizim evdə başqa gözdən baxırlar. Mən səni heç kəsə verə bilmərəm. Mən səni istəyirəm. Mən də səni heç kəsi dəyişmərəm. Sən mənim göyərçinimsən. Elə mən sən göyərçininəmsə, onda çıxaq gedək ayrı ölkəyə. Orada bir qəşəng yuva quraq, yaşayan bir yerdə. Ürəyim, biz gedib orada yuva qursaq başqa ölkədə. Sonra mənim arvadımın qardaşları bu söhbəti bilsə, gəlib bizim yuvamızı dağıdarlar. Mən heç nə bilmirəm. Mən sənin dərdindən ölürəm. Xəstən olmuşam mən. Yaxşı, həyatım. Mən Mehdi. Onda bizə nə qayraq? Onda gedək bir həftəlik putuka götürüb gedək Bodrum'a. Mehdi. Həyatım, gedək də nə? Mehdi. Gedək də Isabella. Ay Mehdi. Mehdi. Ay Mehdi. Aman bu. Öyle bursa Mehdi. Ha, ay kişi. Ay Mehdi. Mehdi. Ay ne oldu size? İyi. O sen yarım saat çağırıram ben. Fərvəz sənsən? Yo, Isabella'yam. Görmürsən mə? Tanımırsan mə? Salam aleyküm. Aleyküm. Salam. Nə olub sən? Əsmət dur. Mən əsəb xəstəsiyəm da. Nevroz gəl. Gel. Gəl baxacaq, gəl. Nə? Otur. Belə hər şeydən mən əsəbləşirəm də, istəyirəm, əsəbləşirəm, çıxıram özümdən dəhşətli dərəcədə xəstəyəm. Nə olub sən? Yavaş yavaş. Elə bitiksin. Darıxma, Buyur. Mən xəstəyəm ki, mən hər şeydən istəyirəm. Bax, arvadım şalvarımı yuyur, mən də nəmlə onu geyinib gedirəm işə. O əsəbləşsə? Yox, ona əsəbləşmirəm. Bax, şalvarımla gedirəm işə, o da nəm olur, vurur mən böyrəklərdən. Böyrəklərim atqaz eləyir. Böyrəklərim atqaz eləyir, mən də gəlirəm evə, arvadımı dögürəm. Arvadı. Döyürəm. Gələm, girəm metroya. Görəm metroda cavan qızlar ağızlarında saqqız. Fürdürlər, baxmırlar, böyük var, yaşlı var, xəstə var. Düzdür. Onda sən uva əsəbləşsən də nə? Uva. Ona əsəbləşmirəm. Saqqızdır, nə olar? Saqqız hələ çeynənmək içindir. Və onun ləzzəti elə onu şirtməkdir. Mən ona əsəbləşmirəm. Mən ona əsəbləşirəm ki, bir də görürsən bu qız
Yufqanı belə geyinib, oturur. Gör oradan geyinib. Orada. Bax, bax, bax. Ona baxıram, ona baxıram, bax. Düz tutur məni. Mən əsəbləşirəm. Ona baxanda adam lezzət alır, baba. Yox, qoca var axı. Ağsaqqal var axı. Ona bax, onda bax, mən əsəbləşirəm. Baxıram belə, əsəbləşirəm. Sen bir de sakit ol. Demək qulaq. Ben desene. Bizim həkimin tezə bir dənə iştirası var. Qəşəng bir dənə dərman. Fosili bağlayalım. Amma o mən sənə iynəsini quracam, heç narahat olma. Sən bir dənə dincələcəksən. Sen abi de özür. Min yufqada geyinib. Özür. Sen esmi ben de silem. Tələsmə, də özü qoçsun. Ne bu bir de fosili bunu bağlayardık Mən bir də yere. deyil axı günah. Əsəbləşirəm. Ya şu. Sən onu metroda görürsən. Kimi? Git gelmesin elə. Hemen metroya telefon vakti Təzə biner. icad, təzə icad. Başhekim düzeldi bu, bizim başhekim. Metro ben çoktan bir tələbə vaxtı minmişəm şəhərdə. Metro mən nə işim var? Xanım, gətir. Yaxşı. Sen özün balon bağlayabilirsən. Balon bağlayabilirsən. Balon nə? Mən balonları sındıraram mən. Yaxşı. Ya sen. Sik. Elini gətir. Şu darıxma. Bu nə? Yaxşı. Bu nə? Yaxşı denə, yaxşı denə. Tuttum ben, sen vur ona. Ya, bakma, özün bakma, pis olsa her şeye. Yok, şu kolu sündürürsen, kolu sündür, şu. Yavaş. Ya, oy. Oy. Ay, Görsən? gördün. Yeterdi ola heyecanlıqdı. Söhbəs. Beş. Aaa. Ay, yamığın oxalı, otur da sen Ya otur. oxala. Koy o yerine. Yok. Şu, Bunu gördün. gördün. Hiç de yok. Güzel. Yeterdi ola. Neydi? Heyecanlıqdı. İndi bir sənə ayıraq. He. Gəl bunu bir də əsəbləşdirək. Görə bu dərman təsir oldu, olmadı. Əsəbləşdirək mi? Hə? He. Ha! Ne var? Ne var? Ne? Koduk sen nene mi? Sen ne? Kelbetin. Ha. Yemiş baş. He. Ya. Burun. Ne var benim ele me var me var me. Ha? Var. Sen leyavetin var ha. Sen bu içimde de var bu eserler. Nakka balığına okşayayım baba. İlan balığın o burun tarafına okşayayım baba. Cevap verdin ha. Sen- Ay şefsiyetsiz cevap verdin ha. Sen nerede? Bu kulağın kesin biraz O kulağın Sen kulağın yer. Baba. Sen al. Ya bunu bir sen ne kadar? Sen var çiğip, sen var. Bunu bir sen ne kadar? Yıkar yere bunu minen. Bir tane de. Min. Minen. Aşağı. Yansın sen dur. Bu ne güne kaldı? Sür. Dur dene. Dur. Sür. Sen. Nasılsın güzeldi? Orada ne hala? Dev kimiye? Əsəbi yoxdur. Qaqa qutardınız? He? Deyirəm qutardınız? He. Ol ki. Mən səhərdən baxıram görüm bu işin axırı nə olacaq, ha? Bu nə də? Məni qalamısan? Məni qalamısan, ha? Düzdür. Hadi gəl, sənimə gəl. Salam ay brat. Hala ağcıba bax, ağcıba. Qaqaş, bax görürsən onu. Hala bütün yeni verirlər burada. Moskvitsən kimdir o? Kabel şikalet var. Kırmızı Moskvit 407. O onun uşağı idi, kasıb uşağı Hala onu idi. deyirəm da, brat. Birdən-birə necə varlaşdı la bu? Küpə tapır, nə tapır? Qaqaş dostlarımız da onlar birincisi. İkincisi də ki qaqaş. Ala. Ola nəsə Belə də ki, qaqaş. Hardandır o qədər küpə tapır. Şüphezat tapmayıb, hamısını bilirik də qaqaş, hamısı kreditdir. Anamca ev kredit, maşın Yaxşı, kredit. ilkin Mən də bu yaşı var da dəqiqə bunun da. ürəyi isə 300 minlik ev maşın alıb sürə bilərəm anamca. Ana nə deyil, ilkin ödəniş 5 min 10 min versən qaqaş. Get Bentley götür. Anamcanı. Sar da bir də, sən də. Şüphə alayı. Qaqaş, anamcan
Bir dənə sən söhbət eləyərəm, anam can şoka düşərsən. Otur da sən də otur. Küpəni. Ha, otur. Küpəni qaqaş. Küpəni boğulan tapıb. Ki. Tapıb. Sonra da nənəm aldı bizdən. Qaqaş anam cana. Götürdü. maşallah. Götürdü vermədi bizə. Ana söhbət eləyim də anam can qaqaş. Amma sonra deməyin də mübin yenə basıb bağlayır da. Ala danış da real olsa kim deyir sənə deyəni? Həmişə maraqlı olur. Yəni qulaq asırsınızsa danış, qulaq asmırsa anamsa mənim də işim Da ürəyimiz partladı danış gəlsən. Söhbətdən qəşəng. Qaqaş anamcan o şeyim ara günlərin bir günüdür. Allah ölənləri rəhmət eləsin. Babam ölüm ayağındadır, xırıldayır. Allah rəhmət eləsin. Ona qaqaş bütün qohum əqrəba hamımız yığışmışıq babanın ətrafına. O şeydə ölür də ki, can verə xırıldayır. Ala babamın da öz atasından qalma qızılları var idi. Qaqaş belə külçələr anamcan deyirəm. Ala hardasa bastırıblar buna. Hardasa bastırıblar. Ona qaqaş qohum əqrəba da yapışıb ki, ay babacan hardadır da baba da xırıldaya bitər dedi ki, belə eləyə dedi ki, ulan qəbirstanlıqda. Ha qaqaş yerindi də anamcan. Ona qaqaş o şeyim qohum əqrəba oturdular hamısı. O ki qızılın yeri biləndən sonra dedi ki, 5 dəqiqə o yan, 5 dəqiqə bu yan. Nə fərq var? Bu onsuz da xırıldayırdı, ölür də o şeydə. Aparaq bunu bastıraq. Kişini xırıldaya apardıq, bastırdıq. Qaqaş, anamcan deyirəm, indiyə kimi babamın qəbrinin üstündən keçəndə, qaqaş, oradan xırıltı səsi gəlir, anamcanı. Nəysə, qaqaş, axşam gəldi, qohum əqrəba ilə oturdu, qaqaş, anamcan. Ana dedilər ki, o işim neyniyək də, kimə tapşıraq bu işi də, hamımız gedib qəbirstanlığa girəndə ölür ki, qızılatdırma, da qaqaş da. Axşam, qaqaş, söhbət elə oldu ki, yəni hamı bilir ki, mən necə, qaqaş, yəni etibarlı adamam. Yalan söhbət əsas odur ki, yoxdur. Qayıtdılar ki, bu işi tapşıraq mübiyə. Bu işdən mübi məşğul olsun. Anamcan, qaqaş, ara bir dənə söhbət edeyim indi. Qaqaş, hava qaraldı anamcan. Getdim qəbirstanlığa. Yox, sən bir də qorxmursan qəbirstanlıqdan gecə vaxtı. Ana sən də getsən ora belə külçələrin dalıca, külçə qızıllar. Anamcan. Qaqaş. Ara yeyib dinozavranın içinə girərdim qaqaş. Anamcan. Qəbirstanlığa çata-çata bir də gördüm ki, qaqaş, bir də ağ saqqalda, ağ kətan şalvar köynəkdə, ağ baş, bir kişi belə qaçdı. Abrat bir dənə belə qaçdı. Allah. Yox, ola. Ara anamcan deyirəm, bir dənə abrat təzədən qaqaş belə qaçdı. Reski çövürdüm, gördüm ana bir dənə həmin o köynəkdəki kişi dayanıb qabağımda anamcan. Dedim, day, nə olub? Nə lazımdır? Kimsən sən? Qayıtdı ki, bacı oğlu, bilmirsən burada ayağı yolu hardadır? Bu ayaqdan ayağı yolu. Mən də istəyirəm ona görən kimdə la. Dedim, ala mən nə bilim, mən burada yaşayaram. Dedim, dayı sən kimsən? Qayıtdı ki, qabaqdakı qəbirstanlığın qaroltusuyam. Deməli, qaqaş, orada kim ki ölmür, ölülər gələndə ölüləri parkovka eləyirəm. Anamcanı. Hədə parkovşikdir də qaqaş. Gələn ölüləri elə ki parkovka eləyir də yerini otuzdurur da belə qaqaş. Ver, biraz qırağa otuzdurur da qaqaş. Yerinə, hə. Qaqaş, o şeyim gəldim, girdim qəbirstanlığa anamcan. Ona belə gedirəm, görürəm ora. Yerdə bir dənə qız uzanıb. 2 dənə də oğlan onun boğazını deşiblər, qanın soğurur. Oğlanların da dişləri belə anamcan. Belə. Ola qızın bir dənə qanı içmək içirlər. Ola dedim, neyiniyim, qaqaş yaxınlaşım, nəsə eləyim. Dedim, ara, belə də ki, anamız dör, bacımız dör, mən nə bilim kim diyor. Hər yatan gecə vaxtı. Dəlisən, cəmatın qızını zad eləyirlər. Gecə vaxtı. Qaldım ana, qaqaş, neyniyim, neynəmiyim. Ara dedim, mənim özümü də yıxıb qanımı soğuracaqlar. Ana gəldim, keçdim yanlarına, dedim, qaqaş, nuş olsun qaqaş. Dedim, gedəndə bir gördüm ki, həmin o ağsaqqal yoxdur. Mənə belə deyir, anamcan, belə. Ola gəldim ki, qaqaş, nə olub, nə məsələdir? Dedilər ki, mübi, biraz belə qal, Hollywooddan gəliblər, kino çəkirlər. Qaqaş, burada bir hissə var,
bizim qəbirstanlıq uyğun gəlir bu hissəyə. Ona görə burada çəkirlər də ona. Mən də dedim ala. Dayı deməmişsən kino çəkilmişlər. Ala dedim qaqaş davay onda mənə görə bir qulluğuz davay çəkin qutarım mən də getdim işimə gücümə. Qaqaş söhbətin ən yağlı momenti. Anamcan lapatkanı götürdüm başladım elə belə qazmağa anamcanı. Ala qazıram qaqaş. Burası da. Eşidirəm qaqaş. Ala qazıb yerin altını gedirəm ey qaqaş. Bir gördüm ki bir dənə qabağıma işarə çıxdı ki küpə 20 metr sağdadır. Anamcan. Ha qaqaş. Ala başladım yenə qaza gördüm ala stop işarəsi çıxdı anamcan. Bildim protiv gəlmişəm. Başladım daldalı qaza getdim. Gəldim çıxdım küpənin yanına. Anamcan ala görürəm küpənin üstündə 2 dənə ilan oturur. Canayca. Bir dənə belə sənə belə şeylər eləyim mən. Qızının üstündə oturur düzdür. Qaqaş götürdüm xəncəri çıxartdım. Anamcan qaqaş. İndi ilan dayanıb məndən üzbəüz baxışırıq bir-birimizə anamcanı. Qaqaş o mənim gözüm içinə baxır. Mən onun gözünün içinə baxıram. O mənim gözüm içinə baxır. Mən onun gözünün içinə baxıram. Amma sakit olun. Uşaqlar evdə sizin əlinizdən yata bilmir. Babam bərk xəstədir. Bir də ikinci kere mən bura gəlməyəcəm. Özü yaxşı aparın. Bağışlayın, valla bilməmişik. Allah babamıza can sağlığı versin. Sağ ol, kitap Sakal. bağışlayın. Bəlkə babanın yeri narahatdır, dəyişdirin daha onun yerini. Ha, ola Bu da qərib adamdır, babam Rahibi xəstədir. ağsaqqal adamdır. Babasının da 124 yaşı var, tanıyıram. Qısa indi... Allah şəfasını versinlər. Nəysə getdi. Biraz yavaş danış. Ha qaqaş, harda qaldım mən? Söhbətim harda Gəldi qaldı? aləm vurdu ki. Mən də yadımdan çıxdı. O sənin gözünə baxır, sən onun gözünün içinə. Ha. O sənin gözünün içinə baxır, sən onun gözünün içinə baxırsan. Ha, o mənim gözümün içinə baxırdı. 100% elə demişdim də, yəni mənim Vallahi fikrimi ayıp qarışdırdın bir Allah ya. səni ya. Sən də yaxşı, bəlkə də danışmayın, gəlməsin də yenə də. Gedir Ha, oğlum. Mən onun gözü içinə baxırdım. Ha! O sənin gözünün içinə. Hadi, ay sağ ol da, qaqaş onu deyirəm də, anamsa. Mən onun gözü içinə baxırdım, o da mənim gözümün içinə baxırdı. Aha. Qaqaş, anamcan, mən onun gözünün içinə baxıram. O da mənim gözümün içinə, bax necə. O çay içir, mən də kofi belə. Anamcan, baxırıq gözümüzün içinə. Bir dənə mənalı baxırıq, anamcan. Qızı yemişəmi baxışlarımdan, anamcan. Telefonu da bulutunu yandırmışam ki, cibi bir dənə aç da bulutuzu şəkildən nömrədə ötürüm sən. Cibi bir dənə baxışma, anamcan. Yaxşı da, Sən zəfifli uşaqsan ala. Alaba bir yağı ilanla dayanmamışdın o sana baxır. Sən ona baxırsan. İndi cibinə kof için burtuzla zat Ala göndərdin yox, ona. ilan su bilərik də ala da. Ala yedə bu dərmandan, at da bu Ala bir dənə dərmandan. qaqaş. Gəl sən məncə, gedir hələ. Ala bir dənə göz. Ala indi gör bunlar zor oğlandır. Nuri bala sana. İlan olmasın. Bir dənə uşaq yox, bir dənə söhbət edeyim. Baş sponsor Baksel. Sponsor Kodda Zur ekskluziv şirniyyatlar təqdim edirlər. Baş sponsor Baksel. Sponsor Kodda Zur ekskluziv şirniyyatlar təqdim edirlər. Sən başına bir dənə oynasın. Sən görərsən mavini işləməyinə. Ona baxın ki, neçə ildir can verirəm mən burada. Neçə ildir mən. Nə lazımdır, gəl İbrahim müəllimə çatdır. Buradan da baş verir, hamıdan birinizi xəbər ver. Ondan sonra da dünənin sabalağı gəlib burada mavini işləyəcək mənim üçün. Atama zəng vurum. Hər şeyi ona deyəcəm. Başıma bir dənə oynasın, görüm sən necə mavini işləyirsən. Atam mənim, canım mənim, lay lay deyərdi yatanda, arzulara sirat çatanda, atam mənim. Can, sağ ol Atacan, sən necəsən? Sağ ol. Oralarda vəziyyət necədir ay Atacan? Yaxşıyam, sağ ol. işlər gedir. Narahat olma, her şey yaxşıdır. Ha. Orada o torba sexində işlər necədir? İbrahim müəllim, Bəli. işlər çox pis. Niyə, nə Çox oldu pis. gənə? Sizi arxadan vurublar. Yəni
arxadan vurublar sizi. Yəni sizin necə deyirlər, adama deyir, neyniyər özün ki eləyər İbrahim müəllim. Bax elə sizə də özünüz ki eləyib. Necənin nə oldu? İbrahim müəllim, hər şeyi qeyd eləmişəm. Hər şey nöqtəsinə kimi, vergülünə kimi qeyd eləmişəm. İcazə verin, yəni sizə məruzə eləmişdən qabaq bir-iki başlıq var, onları deyim. Buyurlar, vaxtım azdır, biraz tez elə. Aha. Tez elə. Əziz və hörmətli İbrahim müəllim, əvvəla sizin qarşıdan gələn ümum dünya kosmonavtlar günü münasibəti ilə ürəkdən təbrik edir. Sizə can sağlığı və müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, həmişə hündürlüklərdə olasınız. Üzr istəyirəm, bir dəqiqə İbrahim müəllim. Və sizi 2017-ci ildə oktyabr ayının 21-də 40 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizi daima ucalarda olmağınızı, sizin... Səsini keç əsas məsələyə. Vaxtım azdır. Arzularla arzulayıram. Çox sağ olun. İbrahim müəllim, sizin o qohumunuz var, Vəli. Vəli? Bəli. Vəli çox qoçaq adamdır, əla adamdır. Qoçaq? O qoçaq deyil. O alçaqdır. İbrahim müəllim. Kişi, o mənim doğma xalam oğlu deyil. İbrahim müəllim, sizin başınıza dönərəm İbrahim müəllim. Elə xala oğludansa, 2 dənə gəzəyən xalanız qız olsaydı ondan daha yaxşı olardı. Kişi, sən ağzıma yerlik eləsən, nə qatıq-qatıq danışırsan? Yəni, mən üzr istəyirəm İbrahim müəllim. Mən səhv buraxdımsa, icazə verin bu səhvimə görə Skype-ın kodunu dəyişim İbrahim müəllim. Yaxşı da, yaxşı. İcazə verin ağzıma namordik bağlayım gəlsin. Çox xahiş edirəm. Yaxşı da, sən anla, yaxşı. Neyniyib mənim o xalam oğlu? İbrahim müəllim, daha neynəməyib? Sizdən narazıdır. Sizin verdiyiniz işi qəbul eləmir. Deyir, mən belə işi, yəni, prezinivat eləmirəm. Yəni, sizin işinizi saymır. Yəni, sizin elədiyiniz bütün işləri hamısı zibilə qoyub. Siraz, sən sübut var əlində nəsə. Sübut elə, mənə boş-boş danışma. Sübut? Sübut eləyə bilərəm. Mənim gözümüzdə. Bir dənə səssiz çıxartmayın, sübut eləyim sizdə. Sevab, Siraz müəllim danışam. Oradan Vəliyə birdən gəlsin İbrahim müəllimin otağına. Bəli, bəli. Bir-iki dənə tapşırıq olacaq İbrahim müəllimin adına ama. Yaxşı. Vəli. Buyurun. Şurada böyle şey olur. Ne oldu Bay Vəli? İstəmirsən? Neyse kardeşiz. Daha zəng elədim papama. Dedim ay papa. Mən yazıb işdən çıxıram. Niyə? Qardaş, bilmirəm, mən bu İbrahim müəllimin boş-boş vədlərinə qardaş, Mən üzr istəyirəm, ay var, mən deyirəm, biraz sinmişəm, soğulu belə qulaqlarım, biraz ucadan danış da, ucadan. Qardaş, nə olub İbrahim müəllimin nə vədlərinə? Bu gündən belə, mən İbrahim müəllimin boş-boş fikirlərinə, vədlərinə, qardaş, da inanan dövrəm. Başa düşürsən, inanan dövrəm. Kişiyə də zəng elədim, dedim, ay papa, mən ərzəm, yazıb işdən çıxıram. İşdən çıxırsan hətta. Ayda qardaş da olmaz da. Əgər olmayacaqsa mən boş-boş özümü niyə burada karyeram gedib başqa şirkətdə quraram da. Başa düşürsən? Belə baxanda belə fikirləşirəm ki, bu İbrahim kim olub? Axı bu kim olub da bu İbrahim müəllim? Kim olub? Amma mən bir şey deyim, İbrahim müəllim yəni belə pis adam deyil, yəni. Bəli. Sən İbrahim müəllimə nə yaşlanırsan? O mənim atamın hesabına kişi olub. Mənim atamın hesabına. Nə deyim abi? Ay bəli, yəni olmaz axı İbrahim müəllimin bu qədər yəni əziyyətin yerə vurmaq olmaz bəli. Gördünüz İbrahim müəllim? Gördüm. Özünüz eşitdiniz qulağınıza? Eşitdim. Hə. Siraz, Bəli. mən bütün bunlara görə sənə təşəkkür edirəm qardaş. Çox sağ ol ki, sən mənim gözümü açdın. Çox sağ ol İbrahim müəllim. İşdirsən məni. Bəli. Mən ora gələnə kimi konkret onu orada rədd elə çıxsın getsin işdən. Başda İbrahim müəllim. Sən mənim gözümü açdın bu günlər. Həmişə sizin qulluğunuzdayam. Nə vaxt lazım olsa sizin gözünüzü açmaq, gəlib evinizin trapını açmaq, yəni sizin qulluğunuzdayam. Bir oğlunuz kimi. Nəysə, qulaq açsan mənə. Bəli. İşdirsən Siraz. Bəli İbrahim müəllim. Onu oradan rədd elə getsin. Oldu. Bir dənə mən istəyirəm ki, səni elə özümə baş mavim qoyam, başqa heç kimi yox. Məni mavi... Hədə baş mavim səni qoyum özümə. Ay, yox İbrahim müəllim, açığı yəni belə məsuliyyətli və ağır işə, yəni iz vurmayın. Siraz. Ya, açığı... Yox.
Gəl. Gəlirəm. Yaxşı eşidirsən məni? Onda qulaq as, sən ben razı olmursan, mən bu işi tapşıram Eldara, Eldar olsun benim baş muavinim. Yaxşı, mən sağollaşıram, vaxtım yoxdur, gedəsi yerim var. Eldar, Buna danışalım, yaxşı. İbrahim müəllim. Nə? İbrahim müəllim. Eldar. Ay. Mən neynədim? Mən neynədim ha? İndi gəl bu Eldarın torbasını. Buna yaptı ona sana. Uza bu, gülüş ömrü uzadır dodağın Təbəssümdür yaraşıqlı çağırılan qonağı Aylıq maaş bir günə bitər əgər ödənsə Hər güldüyün dəqiqəyə görə vergi gələrsə Burada bu yeni haberler koyulanlardan ama eşitsin. Burada bu yeni haberler yok olsun problem yüzünüz gülsün. Burada bu yeni haberler koyulanlardan ama eşitsin. Burada bu yeni haberler yok olsun problem yüzünüz gülsün. Əgər ardıcıl serial qurulsa Efir yaranlar əhval ruhiyyən və açılar kefin